Çapıqlar dərinin zədələnmədən sonra özünü bərpa etməsi nəticəsində yaranan toxuma dəyişiklikləridir. Akne, əməliyyat, yanıq, travma və ya kəsiklərdən sonra dəridə qalıcı izlər əmələ gələ bilər. Müasir dermatoloji klinikalarda çapıqların görünüşünü azaltmaq üçün müxtəlif müalicə metodları tətbiq olunur. Çapıq nədir? Dəri zədələndikdən sonra orqanizm kollagen istehsal edərək toxumanı bərpa etməyə çalışır. Bu proses bəzi hallarda normaldan fərqli gedərək çapıq yaranmasına səbəb olur. Ən çox rast gəlinən çapıq növləri atrofik çapıqlar, çuxur şəklində, hipertrofik çapıqlar, keloid çapıqlar, yanıq izləri və əməliyyat çapıqları. Klinik qiymətləndirilmə necə aparılır? Dermatoloq aşağıdakı faktorları analiz edir. Çapığın yaşı, dərinliyi, ölçüsü, yerləşdiyi nahiyə və dəri tipi. Bu analizə əsasən fərdi müalicə planı hazırlanır. Çapıqların klinik müalicə metodları. Fraksional lazer müalicəsi ən effektiv prosedurlardan biridir. Lazer kollagen istehsalını artırır, dərini yeniləyir, çapığın dərinliyini azalda bilər. Xüsusilə akne çapıqlarında geniş istifadə olunur. Mikroneedling. Mikro iynələr vasitəsilə dəridə kontrollu mikrozədələr yaradılır. Bu proses kollagen sintezini stimullaşdırır, dərinin teksturasını yaxşılaşdırır, çuxur görünüşünü azalda bilər. PRP müalicəsi. Xəstənin öz qanından alınan plazma dəri altına tətbiq olunur. PRP toxuma yenilənməsini dəstəkləyə bilər, sağalma prosesini sürətləndirə bilər. Dolğu prosedurları. Dərinin atrofik çapıqlarda xüsusi dolğular istifadə edilə bilər. Bu metod çökük sahələrin daha hamar görünməsinə kömək edir. Keloid və hipertrofik çapıqların müalicəsi. Bu tip çapıqlarda steroid inyeksiyalar, silikon gel, krioterapiya, lazer prosedurları tətbiq oluna bilər. Ev şəraitində baxım vacibdirmi? Klinik prosedurlarla yanaşı düzgün dəri baxımı da vacibdir. Tövsiyə olunanlar: günəşdən qorunmaq, dermatoloqun təyin etdiyi kremlərdən istifadə etmək, çapığı qoparmamaq və qıcıqlandırmamaq, müalicəni davamlı aparmaq. Çapıq müalicəsi tam yox edirmi? Çapıqları tamamilə silmək hər zaman mümkün olmaya bilər. Lakin müasir dermatoloji prosedurlar çapığın rəngini azalda bilər, dərinin səthini hamarlaşdıra bilər, görünüşünü nəzərə çarpacaq dərəcədə yaxşılaşdıra bilər. Nəticələr çapığın növünə və müalicəyə uyğunluğa görə dəyişir. Çapıq klinik müalicəsi qısa izah. Çapıqların klinik müalicəsi fərdi yanaşma tələb edən dermatoloji prosesdir. Lazer, mikroneedling, PRP və digər müasir prosedurlar sayəsində çapıqların görünüşünü azaltmaq və dərini daha sağlam görünməsini təmin etmək mümkündür. Erkən müdaxilə və düzgün dermatoloji yanaşma daha uğurlu nəticələr əldə etməyə kömək edir.